Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Ekrana yaxın əyləşin, ən son məlumatı diqqətinizə çatdırıram. Bir məsələ ilə bağlı gəlin ilk öncə sujeti izləyək. Müəllim, görükür belə. Bir də ayağı da quzulu yuxarı kərpiçli, kərpiç. Bunun ayağına baxın yerə, bilmirəm görükür. Quzuluyubdur, aşırı evi, qorxa yaşayırıq burada. Baba, pəncərəsiz adı da yox, baba. Heç saç yoxdur. Belinin şiferi də qırılıb. Baba, baxma. Hələ belini göstərəm, belini nərdivanla dədir. Şifer qırılıbdır, çökülüb yerə. Baba, quzuluyub, baxın. Beli də bunun, beli də bunun təmiz gedibdir. İndi belini buradan çöldə nərdivanla dədir. Nərdivanı bəlkəm gətirəm. Bax, pataloğa baxın yağışa. Buna lazım deyilsən, müəllim özü bilir. Kamil müəllim bizə dedi gələcəm. Gəlin də üzr istəyirəm. Görən boyda anası gildədir. Nəvəm orada. Elə valla qalmışıq burada. Evdə çox bərbad halda. Nəvə özünə də həsrət qalmışam. Ölürəm Allaha. Bəli, dəyərli izləyicilərimiz, bax bu kadrlar şəhid ailəsinin yaşadığı mənzilin kadrlarıdır. Daha təfərrüatı ilə sizin diqqətinizə çatdırıram. Bərdə rayon Qaradəmirçi kəndində şəhid ailəsinin üzləşdiyi ağır yaşayış şəraiti cəmiyyət üçün ciddi narahatlıq doğurur. 44 günlük vətən müharibəsində canını fəda etmiş şəhid Elton Qarayevin ailəsində bugün qəzalı və təhlükəli evdə yaşaması qəbul olunmaz bir haldır. Bu təkcə bir ailənin problemi deyil. Bütövlükdə cəmiyyətin və aidiyyəti qurumların məsuliyyət məsələsidir. Məlumata görə evin divarlarında dərin çatılar yaranıb, tavan isə çökmək üzrədir. Belə bir şəraitdə yaşamaq insan həyatı üçün birbaşa təhlükə deməkdir. Ən acınacaqlı isə odur ki, məsələ ilə bağlı dəfələrlə müraciətlər olunsa da, indiyədək konkret və təsirli addım atılmayıb. Bu isə haqlı olaraq suallar yaradır. Niyə şəhid ailəsinin problemi bu qədər müddətdə həll olunmur? Aidiyyəti qurumlar nəyə gözləyir? Şəhid ailələri dövlətin və cəmiyyətin ən həssas təbəqələrindən biridir. Onların sosial rifahının təmin olunması, təhlükəsizlik və layiqli həyat şəraitində yaşaması prioritet məsələ olmalıdır. Bu istiqamətdə müxtəlif dövlət proqramlarının mövcudluğu məlumdur. Lakin konkret bu halda həmin proqramların icrasında ciddi boşluqlar olduğu açıq şəkildə görünür. Məsələ ictimailəşdikdən sonra artıq susmaq və gözləmək yox, dərhal hərəkətə keçmək lazımdır. Bərdə rayon icra hakimiyyəti və digər aidiyyəti qurumlar bu vəziyyətə operativ reaksiya verməli, şəhid ailəsinin mənzil problemini təcili şəkildə həll etməlidir. Əks halda bu cür halların davam etməsi cəmiyyətdə haqlı narazılığın daha da artmasına səbəb olacaq. Unutmaq olmaz ki, bugün rahat yaşadığımız vətən şəhidlərimizin qanı bahasına qorunub. Onların ailələrinə göstərilən münasibət isə həm dövlətin, həm də cəmiyyətin vicdanının göstəricisidir. Diqqətiniz üçün minnətdaram. Allaha əmanət olun, sağ olun. Növbəti videolarımızda görüşənədək. Sağ olun.